Kanala xoş gəlmisiniz, əziz izləyicilər. Bugün dişlər üçün qoz qabığının faydaları ilə bağlı danışacağıq. Kanala hələ də abunə olmamısınızsa abunə olun və videolar barədə vaxtında xəbər tutmaq üçün bildirişləri açın. Videonu bəyənməyi və paylaşmağı unutmayın. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. Hamımızın dişlərində zamanla diş ərpi, plak əmələ gəlir. Bu, adətən dişlərin üzərində yaranan ağ rəngli nazik bir təbəqədir. Bu ərpin yaranmasına əsas səbəb qidaların tərkibindəki şəkərdir. Bəzən dişlərimizi fırçalasaq da bu ərpin bir hissəsini tam təmizləyə bilmirik və o sərtləşməyə başlayır. Bu sərtləşmiş ərp sarımtıl və ya qəhvəyi rəngdə görünür. Bu hal əzərə tartar adlanır və diş həkimi olmadan ondan qurtulmaq çətin olur. Amma qoz qabıqları bu problemi təbii üsulla aradan qaldırmaq üçün istifadə oluna bilər. Resept. Ehtiyacınız olanlar: 30 qram qoz qabığı, 200 ml su. Qoz qabıqlarını bir qazanın içinə qoyun, üzərinə su əlavə edin və 15 dəqiqə qaynadın. Daha sonra qarışığı bir stəkana tökün və soyumağa qoyun. Diş fırçanızı bu məhlula salın. Dişlərinizi bu məhlulla ən az 5 dəqiqə fırçalayın. Bunu gündə 2-3 dəfə ən az bir həftə ərzində tətbiq edin. Fırçalama zamanı diş fırçanızı tez-tez məhlula batırın və tartarı təmizləmək üçün bu proseduru ən az bir həftə davam etdirin. Qoz qabığı ağızdakı bakteriyaları məhv edən və diş ərpini parçalamağa kömək edən antibakterial maddələrə malikdir. Əgər tartarın qarşısı alınmasa və yığılıb qalsa, diş ətləri bakteriya ilə yoluxa bilər və bu da diş əti xəstəliyi adlanır. Əgər vaxtında tədbir görülməzsə, diş əti xəstəliyi dişlərin tökülməsinə səbəb ola bilər, ona görə də uzun müddətli qulluq vacibdir. Əgər diş ətlərinizdə qanama varsa, bu təbii vasitə bu problemi tezliklə aradan qaldıra bilər. Dişlərinizi qorumaq üçün əlavə olaraq biraz soyuq sıxılmış kokos yağı istifadə etməyi, ağartmaq üçün isə aktivləşdirilmiş kömür tozundan yararlanmağı tövsiyə edirik. Dinlədiyiniz üçün çox sağ olun, videonu bəyənin. Və daha çox sağlamlıq videoları üçün abunə olmağı unutmayın. Sizlərə can sağlığı, zənginlik və xoşbəxtlik arzulayıram.